D diskinin daxilində tədris qovluğu, onun içərisində informatika qovluğu var və informatika qovluğunun da içərisində sual.docx faylı var. Bu fayl üzərində ardıcıl olaraq aşağıdakı əməliyyatlar icra edilir. Tədris qovluğunun daxilində materiallar adlı yeni alt qovluq yaradılır. Bunu tədrisin daxilində qeyd edirəm. Tədrisin daxilində imtahan qovluğu var idi və indi deyir ki, tədris qovluğunun daxilində bir də materiallar adlı yeni alt qovluq yaradılır. Bunu qeyd elədim. Materiallar adlı yeni alt qovluq. Və ikinci sual.docx faylının adı dəyişdirilir, test.docx edilir. Onda bunun adını dəyişəcəm, sualı silirəm. Bunun adı dəyişilir və test.docx edilir. Adı dəyişdirilmiş bu fayl materiallar qovluğuna köçürülür. Artıq bu gəlir materiallar qovluğunun içərisinə. Test.docx faylı gəlir materialların içərisinə. Daha sonra materiallar qovluğunun daxilində arxiv adlı yeni alt qovluq yaradılır. Deməli, materialların içərisində, bu cür qeyd edəcəm, materialların içərisində arxiv adlanan yeni bir alt qovluq yaradılır. Və materiallar qovluğunda olan fayl həmin yaranmış arxiv qovluğuna daşınır. Yəni, artıq test.docx arxivin içərisinə daşınır. Bu əməliyyatlardan sonra daşınmış faylı, yəni test.docx-in tam adını müəyyən edin. Həmin fayl D diskinin içərisində tədris qovluğu, tədrisin içərisində materiallar qovluğundadır. Materialların içərisində arxivdədir və ən sonda test.docx və doğru cavab olacaq. D diskində tədris, onun içərisində materiallar, onun da içərisində arxiv, ən sonda test.docx.